Ukrayna ordusunun Rusiyanın strateji bombardımançılarının yerləşdiyi aerodromlara PUA-larla hücum eləməsi hərbi döyüş qaydalarının dəyişdiyini bir daha sübut edir. Eyni ilə 2-ci Dünya müharibəsi kimi Rusiya-Ukrayna savaşı da bərabərində bir çox yenilik və indiyədək təqdim olunan, amma istifadə edilməyən texnikaların test edilməsinə şərait yaradıb. Maraqlıdır, PUA-ların Ukrayna müharibəsindəki önəmi nədən ibarətdir? Ümumilikdə Rusiya-Ukrayna savaşının hərb sənayesinə gətirdiyi yeniliklərə nələr daxildir? Araşdırmışıq. Ukrayna oyun qaydalarını yenidən yazdı. Rusiyadakı hava bazalarına hücum 1941-ci ildə Pearl Harbora edilən hücumla müqayisə edilə biləcək tarixi dönüş nöqtəsidir. Washington Post nəşrinin verdiyi məlumata görə Pearl Harbora hücum dəniz müharibəsində dominant qüvvə kimi aviadaşıyıcıların yüksəlişini göstərdi. Ukrayna PUA-larının Rus təyyarələrinə hücumu da bütün dünyada hava bazalarının zəifliyini üzə çıxardı. Hər iki hücum dominant silah sistemlərinin dövrünün keçdiyini göstərdi. 1941-ci ildə döyüş gəmiləri, bugün isə pilotlu təyyarələr. İnşası bir neçə 10 min dollara başa gələn Ukrayna PUA-ları Rusiyanın ən müasir təyyarələrinə 2 milyard dollar ziyan vurdu. Rusiya İranın köməyi ilə öz pilotsuz təyyarələrini yaratsa belə, Hörümçay toru əməliyyatı bir daha sübut etdi ki, Ruslar PUA yarışında Ukraynalılardan 1-2 addım geri qalırlar. Məhz 2-ci Dünya Savaşında olduğu kimi Rusiya-Ukrayna savaşı da hərb tarixinin kökündən dəyişdiyini bir daha göstərir. Əgər Ukraynalılar Rusiya kimi hərbiləşdirilmiş bir dövlətdə böyük hava bazalarına bu qədər yaxın PUA-lar yerləşdirə bilirsə, Çinlilərin ABŞ bazalarına eyni şey etməsinə nə mane ola bilər? Öz hava bazalarını elektrikləşdirilmiş hasarlar və mühafizə postları ilə təmin etdiklərini düşünən hərbiçilər indi ucuz, hər yerdə mövcud ola bilən PUA-ların təhlükəsini nəzərə almalıdırlar. Bu da əks-dron sistemlərinə böyük investisiyalar tələb edəcək. Adi insanlı silah sistemlərinə xərclənən pullar getdikcə 1930-cu illərdə suvarilərə xərclənən xərclər kimi boşa çıxır. Rusiya-Ukrayna müharibəsinin gətirdiyi yeniliklər PUA-ların mükəmməl istifadəsi ilə bitmir. İndiyə qədər əksər hallarda xüsusi təyinatlı qüvvələrin istifadə etdiyi böyük kommunikasiya və kəşfiyyat texnikaları artıq sadə əsgərlər, hətta sıravi vətəndaşlar üçün də əlçatan olub. 200 dollara istehsal olunan standart mobil telefonlar döyüşlərdə əsgərlərin rahatlıqla koordinat əldə etməsinə, lazımi tətbiqlərdən istifadə edildiyi tədbirdə istənilən yerlə təhlükəsiz formada əlaqə yaratmasına köməklik edir. Üstəlik, Rusiyanın Ukraynanın kommunikasiya və internet əlaqələrinə zərbələr endirməsindən sonra Starlink kimi peyk internetinin əhəmiyyəti, populyarlığı və funksionallığı artırıldı. Bundan əlavə oyun konsolları, sadə kompüterlər vasitəsilə PUA-ların, quru qoşunlarda istifadə edilən robot maşınların idarəsi sadə əskərin idarə edə biləcəyi rahatlıq səviyyəsinə gətirildi. Bu da tank, zirehli texnika və digər bahalı hərbi silahların əhəmiyyətinin itməsinə səbəb oldu. Həmçinin silah şirkətləri və dövlətlər indiyə qədər istehsal etdiyi, satdığı silahları Şərqi Avropa cəbhəsində test edərək daha da təkmilləşdirməyin üsullarını öyrəndilər. Rəqəmsal inkişafa paralel olaraq Javelin, Stinger tipli silahların mənfi və müsbət xüsusiyyətləri təhlil edildi və yüksək məbləğ tələb edən texnikalara böyük yatırımların edilməsinin mənasız olduğu da üzə çıxdı. 4-cü ildir gedən Rusiya-Ukrayna müharibədə əlbəttə artıq demək olar ki, köhnə taktiki yanaşmalardan demək olar ki, çoxlu dəyişikliklərə gətirib çıxardı. Bu həm silahların dəyişilməsi, yeni silahların ortaya çıxması, rəqəmsal, belə deyək, intellektual potensialın silahlara yedinilməsi, süni intellektin silah və texnikada belə deyək, istifadəsi, o cümlədən daha çox pilotsuz uçaq aparatlarda və biz bunun nəticəsini görürük. Qeyd edək ki, müasir hərb tarixinin ilk savaşını və PUA kimi texnikaların əhəmiyyətini Rusiya-Ukrayna müharibəsindən əvvəl Azərbaycan ordusu tarixi torpaqlarını işğaldan azad edərkən göstərib. 44 günlük vətən müharibəsində əldə olunan üstünlük və hərbiçilərimiz yeni döyüş texnikaları dünya hərb tarixinə adını uğurla yazdırdı.